Salam, hər vaxtınız xeyir. Sərfələm lakin daimi izləyiciləri. Xoş gördük sizi. Mən sizi Hövsanda 118 nömrəli məktəbi yanında düz asfaltın qırağında belə deyək də gördüyünüz kimi. Bu əsas asfalt yoludur. Düz asfaltın qırağında 2 sot yarım torpaq sahəsinin içində. Aşağıda 3 köməkçi otaq, bir qaraj, yuxarıda 4 otaq olmaqla ümumiyyətlə 7 otaqdan ibarət evlə tanış eləməyə gəlmişəm sizi. Bu bizim evimizin həyətidir. Evimizin qazı, suyu, işığı daimidir. Sənəd propiska yolu İrandır. Evə propiska yetişmək olur. Qaz, işıq, su keçir müştərinin adına. Evə propiska yetişmək olur. Aşağıdakı otaqlarda göstərmirəm sizə. 3 köməkçi otaqdır. Qalxırıq yuxarı. Bu bizim evimizin həyətinə ül görünüşüdür. Ya Allah. Daxil olur evimizə. Salam aleyküm. Gördüyünüz kimi. Dostlar, indidən deyirəm, evimiz tam təmir olub istifadəyə veriləcək. Evdə patolog bir 15 gün işğalı, divarlar şpaklovka olunub. Deməli, daxil olan kimi sağ tərəfdə burada anamacıların nəzərinə geniş bir mətbəximiz, mətbəxdə də şəbəkə pəncərə, sol tərəfdə sözün əsl mənasında geniş bir zal. Buyurun baxın. Evimizin polu taxtadır. Burada ikinci bir otaq. Bura deski olar yəqin. Burada gördüyünüz kimi üçüncü bir otaq. Otaqlarımız genişdir, deskidən başqa. Burada isə dördüncü bir otaq. Evimizin pəncərələri öz həyətinə baxır. Ən sonunda mən sizi evimizin sanitar qovşağı ilə tanış edirəm. Deməli, aksesuarlar quraşdırılıb. Məncə tam təmir olunandan sonra istifadəyə veriləcək. Görürsünüz, patologumuz asma tavandır, patologdur. Dostlar, evimiz 4 otaqdan ibarətdir. İstilik sistemi kombidir. Sənəd propiska yolu ilə qaz, işıq, su keçəcək müştərinin adına. Evimizə 130 min alıcı deyilir. Real alıcı endirim olacaq. Sağ olun. Sərfələmlə kanalımıza abunə olun ki, ən yeni videolarla ən birinci siz tanış olasınız. Satışda 1, 2, 3, 4, 5 otaqlı mənzillərimiz və həyət evlərimiz var. Boş torpaq sahələrimiz var, mülkiyyət çıxarışına. Bir də hektarlarla torpaq sahələrimiz var. Kənd təsərrüfatı təyinatı, daimi istifadə. Bir də sənaye rabitə və nəqliyyat qeyri sənədlə torpaqlarımız var satışda hektarlarla. Gəlin alın, Allah alana da xeyir versin, satana da. Sağ olun.